Qusar rayonunun İmamqulu kəndində gənc oğlan dəm qazından boğulub. 21 yaşlı Fəzail Əbiyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib onun həyatını xilas etmək mümkün olmayıb. Dəm qazından ölən Fəzail Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub. Bizim media xəbər verir ki, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış. 1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulu kənd qəbirstanlığında dəfn edilib. Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğulub. Bildirilib ki, mərhum Şahtağ Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi. Salyanda isə 41 yaşlı kişi dəm qazından boğularaq ölüb. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə rayonun Pambıqkənd kəndində baş verib. Belə ki, kənd sakini 1985-ci il təvəllüdlü Paşayev Ramin Vaqifoğlu hamamda dəm qazından boğularaq dünyasını dəyişib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır.